Aleluya. Bəli, yəni sənin teman o olmalıdır ki, xahiş edirəm, diqqətlə qulaq asın. Sənin teman o olmalıdır ki, sən Allahın qızısan. Sən bədəninə deməlisən ki, sən ölməzsən. Sən bədəninə öyrətməlisən, sən bədəninə əvvəllər də öyrətdiyim kimi, sən bədənini sığallamalısan ki, sən artıq oğul oldun. Sən evdən getmişdin, indi sən oğulsan. Ata isə səndə yaşayır, ruh daxilindədir sənin. Ata Allah səndə yaşayır. Və sən o ata ilə qucaqlaşa bilərsən. O səni bilərsən, o səni qucaqlayır. Sən də bunu edə bilərsən. Çünki İsa Məsih dediyi kimi, sən atadasan, ata isə səndədir. Ona görə də mən sizə tema verirəm. Bazarlığa getmək teması yox, borcum var teması yox, alacağım var teması yox, necə pul qazanım teması yox, Allahın oğluyam teması, ölməzəm, çürüməzəm teması. Bu temada yaşayın. Tema bilirsiniz, bu tema sözü Rusçadır. Azərbaycanda, yəni o Azərbaycanlılar danışanda deyirlər da ki, temadan çıxma. Mən də sizi o mövzudan, o temadan, tema ayaq salınır, inanım ki, mənim başa düşürsünüz. O dünyəvi temadan, borcum var, ölməliyəm, xəstəyəm, böyrəyim ağrıyır, ciyərim ağrıyır. Bu temaların heç birinin kökü yoxdur, bunlar yalandır. Bunlar yalanın ifadəsidir, bunlar yalanın nəticəsidir, bunlar yalanın diktovka elədikləridir. Həqiqətin dediyi isə odur ki, sən ölməzsən. Həqiqətin dediyi isə odur ki, sən çürüməzsən. Həqiqətin dediyi isə odur ki, sənin bədənini qurtlar yeməyəcək. Qurtların gözü aydın olmayacaq. Onlar yeməyə bir şey tapmayacaq. Çünki sən artıq Məsih tərəfindən yeyilmişsən. Sən artıq göylər tərəfindən udulmuşsan. Göylər udub səni. Efeslər 2:6 deyir ki, sən göylərə otuzdurulmuşsan. Ona görə də xahiş edirəm. Tema yadınızda qalsın. Bu, keçən bazar nə danışmışdımsa, bu onun davamı olacaq. Gələn bazar nə danışacaqsa, bunun davamı olacaq. Bir, mən elə belə oradan, buradan, hardansa mövzuları tutub sizə danışmıram. Biz silsilə şəklində gedirik. Rusların bir dənə belə bir sözü var. Bir çaya bir dəfə girə bilərsən. Çünki çaya girdin, çay o torpaq deyil, çay onun içində axan suya deyilir. Ona görə də sən bu çaya gir və bu axında ax. Sən bu temaya gir ki, sən evə qayıtmış evlatsan. Sən artıq evə qayıtmışsan. Keçən dəfə bir cümlə işlətdik. Cümlə nə oldu? Cümlə o oldu ki, mən günah edərək oğulluğumu itirməmişəm. Mən günah etsəm belə oğul olmuşam. Günah məni oğulluqdan azad etməyib. Necə ki, kilsələr təbliğ edir yalandan ki, sən günahkarsan, Allahın izzətindən məhrum düşmüşsən. Xeyr, sənin Allahın oğlu olmağını dayandıra bilən bu dünyada heç nə yoxdur. Sənin Allahın qızı olmağını dayandıra bilən heç nə yoxdur. Keçən dəfə kimdən soruşdum? Burada kim deyə bilər atasının adını? Bir nəfər atasının adını deyin. Mənim atamın adı Ziyaddır. Kərəm qızı. Niyaz qızı. Sənin Kərəmin qızı olmağını, sənin Niyazın qızı olmağı və yaxud olmamağı sənin günah eləyib eləməməyindən asılı, onunla bağlı deyil. Sənin Kərəmin qızı, Niyazın qızı olmağın sənin Niyazdan, Kərəmdən asılıdır. Sən artıq istəsən belə, sən Kərəmin qızı olmaya bilməzsən, bu mümkün deyil. Sən istəsən belə, sən Niyazın qızı olmaya bilməzsən, bu mümkün deyil. Sən nə günah eləsən belə, sən nə savab eləsən belə, sən nə pis iş və yaxşı iş görsən belə, sən Kərəmin qızısan, sən Niyazın qızısan, sən Allahın qızısan, sən Allahın oğlusan və heç bir günah sənin Allahın oğlu və qızı olmağını dayandırmadı.
Ona görə mən keçən dəfədən birə sizə danışım, yadınıza salım. Çünki ata Allah deyir ki, sən mənim oğlum olmağı dayandırmamışsan. Və onun üçün də indi mənim arxamca ürəklədinən, denən mən Allahın qızı və oğlu olmağı dayandırmamışam. Və gözünü yum olduğun yerdə, sadəcə gözünü yum. Və mənim arxamda təkrar elə. Denən mən Allahın evladı olmağı dayandırmamışam. Mən əbədi və əzəli olaraq mən onun evladıyam. Və mənim evlad olmağımı dayandıra bilən bir qüvvəni dinən tanımıram. Çünki mən artıq insan deyiləm, mən Allahdayam. Təkrar elə arxamca. Mən dinən insan sərhədlərini İsa Məsihdə keçib çox uzaqlara, çox uzaqlara getmişəm. Mən onun yaşadığı evəm. Ev mənəm. Təkrar elə arxamca. Dinən atam üçün ev mənəm. O mənəm. Mən oğulluğu və qızlığı dinən dayandırmamışam. Dinən işıq həmişə mənimlədir. Və indi o işığı görməyə başla. Daxilinə bax, göylərə yox. Öz daxilinə bax, o işıq oradadır. Dinən mən işığı dayandırmamışam. Mən işığı söndürməmişəm dinən. Yəni işıq həmişə dinən mənimlədir. Girişdə, çıxışda o həmişə daima mənimlədir. Dinən işıq daima mənimlə olub, o məni heç vaxt tərk etməyib. Mən dinən bugün temadayam. Temam isə odur ki, mən oğulluğu dayandırmamışam, mən evlatlığı dayandırmamışam. Mən sadəcə səhv düşünürdüm. Mən sadəcə ölmüşdüm, dirilmişəm. Mən itmişdim, tapılmışam. Və içindəki işığa bax. Görəcəksən daxilindəki işığı. Əgər görə bilmirsənsə, qaranlıq görürsənsə, gözünü açma, sadəcə mənə qulaq as. Əlini at, evin pərdəsini, pəncərənin pərdəsini qırağa çəkdiyin kimi ruhani əli at, o qaranlıq pərdəsini çək qırağa. Evə günəşin işığı dolduğu kimi görəcəksən ki, işıq səndədir, sən dolusan o işıqla. Alınmadısa bir də əlini at, o pərdəni qırağa çək, ruhani əlini at. O pərdəni qırağa çək, fiziki olaraq da hərəkət edə bilərsən. Çünki işıq səni heç vaxt tərk etməmişdi. Tema sənin qarşında qaranlıq yaratmışdı, pərdə yaratmışdı. Bu dünyəvi tema, qırağa çək o temanı. Denən mən oğulluğu, qızlığı dayandırmamışam. Denən məyər yazılmayıbdı ki, amma öz adını denən, mən öz adımı deyəcəm. Denən məyər yazılmayıbdı ki, mən elşən Allaha oxşar və bənzər yaradılmışam. Axı yazılıb ki, mən ona oxşar və bənzər yaradılmışam. Deməli, mən Allaham, Allah məndədir. Qorxma bu cümləni işlətməyə. Çünki o özü sənə, kəlamda yazır ki, özü sənə Allahlarsınız deyir. Kəlam ki, dəyişdirilə bilməz. Denən mən günah edərək oğulluqdan dayanmamışam. Mən sadəcə səhv eləmişəm. Mən bilməmişəm. Və mən yenidən doğulmuşam. Mən özümə gəlmişəm. Mən evə qayıtmışam. Təkrar elə bunlar mənim arxamca. Və inanaraq təkrar elə.
Dinən evə qayıtmaq bu həyat deməkdir. Mən həyatdayam, həyat məndədir. Mən həyata qayıtmışam. İsa Məsih dedi, mən isə gəldim ki, onlarda, yəni bizdə, yəni sizdə həyat, bol həyat olsun. Denən həyat məndədir. Ölməmək haqqında status qurma. Çürüməmək barəsində özündə taxt qurma. Həyat səndədir düşüncəsində özündə taxt qur ki, həyat məndədir. Qalan hər şey onda sadəcə bir kənara atılır. Denən həyat məndədir. Mən həyatdayam. Mən həyatla birəm. Həyat mənəm. Mən həyatam. Mən evə qayıtmışam. Çünki dinən mən bilirəm ki, denən öz bədəninə, qoy ruh sənin düşüncənə, beyninə, bədəninə desin ki, mən bilirəm ki, bolluq atamın evindədir. Denən ki, günahkar oğul kimi, bəli, mən sərvətin yarısını götürdüm, yarısını dağıtdım, uzun illər evdə olmadım, bütün sərvəti xərclədim. Amma denən bugün dəqiq bilirəm ki, bolluq atamın evindədir. Həyat atamın evindədir və mən o evəm. İndi özünə onun oğlu qızı kimi bax. Onun hardasa ayın, günəşin dalında olduğu İsa kimi təsəvvür eləmə. Onu öz içində axtar, öz daxilinə bax. İşığı görürsən, bax, ona bax, o işıqdır. Özünə qayıt. Göylərə qalx. Çünki göylərə qalxmaq, özünə qalx gəlmək deməkdir. Özünə qayıtmaq deməkdir. Günahkar oğul özünə qayıtdı. Günahkar oğul oturub düşünüb özünə qayıtdı. Evə qayıtdı. Atasına qayıtdı. Sən artıq evdəsən, eşidirsən. Sən daha bundan da yaxşı həyat sürə bilməyəcəksən. Çünki ən yaxşı həyatı sən artıq sürürsən. Aç gözünü, gör özünü hardasan. Sən düşünmə ki, İsa bu səni, kimsə səni bundan da böyük artıq bir statusa gətirəcək. Çünki İsa səni elə bir statusa gətirib ki, elə bir vəziyyətə gətirib ki, o səni bütün səma üzərində otuzdurub. Sən qiymətlisən. Sən qiymətlisən. Sən göylərdəsən, özünü göylərdə görə bilərsən, diqqətli ol. Daxilinə yönəl, özünü daxilində axtar. Çünki səmavi səltənət sənin daxilindədir, göylər sənin daxilindədir, bütün kainat sənin daxilindədir, hər şey sənin daxilindədir. Çünki Allah kainata sığmırsa, lakin Allah sənə sığırsa, sənin qəlbinə, sənin daxilinə sığırsa, indi düşün, kainat böyükdür, yoxsa sən? Allah kainata sığmır. Sənə isə o sığır, səndə oturub, sənə yerləşib, səndə yaşayır. İndi sən böyüksən, yoxsa kainat? Budur sənin bugünkü həyat teman. Bugün sənin bugünkü həyat mövzun. Sən bununla yaşamalısan. Sən belə düşünməlisən, sən belə fikirləşməlisən, sən belə nəfəs almalısan, sən belə yatmalısan, sən belə durmalısan, sən belə yemək yeməlisən, sən belə gəzintiyə çıxmalısan, sən belə toya getməlisən, sən belə səmavi səltənətdəki toy ziyafətinə daxil olmalısan. Çünki sən oradasan, sən özünü orada görməyə başlamalısan. Sənin teman bu olanda, sən belə düşünəndə, necə düşünürsənsə özünü orada görəcəksən. İndi bax, gör səmavi səltənətdən necə yeyib içmək var. Halleluya. Halleluya. Halleluya.
Amin. Biz hələ başlamamışıq təbliğimizə. Artıq görürsün nələr baş verir. Artıq görürsün nələr baş verir. Halleluya. Sənə tema verirəm. Götür bu temanı. Sənə mövzu verirəm. Bu sənin həyat mövzundur. Bu sənin həyat addımındır. Həyat sənin yolundur. Sən belə düşünməlisən. Sən belə fikirləşməlisən. Sən belə danışmalısan. Sən öz bədənin barəsində bu düşüncədə olmalısan. Əziz qardaşlar və bacılar, ya gələn həftə, ola bilər ki, gələn həftə hazır olun. Oruca girəcək. Kim istəyir oruç tutaq? Var burada oruç tutmaq istəyən? Burada geçən dəfə deyirdi Esmira xanım, mən ömrü boyu oruç tutmamışam. 5 saat mən acqalanmazdım. Bu dəfə deyir, mən deyir, 5 gün yemək yemədim deyir. Mən də rahat bıraxmır Esmira xanım. Deyir ki, oruca vaxt girik, oruca vaxt girik. Bugün ama gəlməyibdir, bugün yoxdur burada. Vah, halleluya. Rəbbin uca isminə izzət olub artıq. Sənə izzət olub. Sən Allahda, Allah da səndə yaşayan bir məxluqsan. Sən bədənsən, çünki oğul bədəndir. Ata isə ruhdur. Sən görüşmüsən. Halleluya. Amin, amin. Mətanət xanım Telegramdadır, Ayda xanım da buradadır, WhatsAppdadır Mətanət xanım. Sonra danışa bilərsiniz. Ayda xanımı tanıyar Mətanət xanım. Basazırda olurlar, əvvəl Sovetskidə olurdular. Sumqayıt məbədinə gedir, gəlir o da. Rəbbə izzət olsun. Bütün insanlara Rəbbin xeyrdası. Və bizim mövzumuza qayıdırıq. Oruç haqqında görürəm ki, hamı sevindiyiz, oruca girəcəyik. Biz bilirik ki, oruç nə deməkdir? Oruç yeməkdən imtina deyil, əksinə oruç yeyib içməkdir. Kilsələrin bizi öyrətdiyi kimi oruç yeməkdən imtina deyil, oruç əksinə yerdəki qidanı saxlayıb, göydəki toz ziyafətinə daxil olub, oradan qidalanmaqdır. Amin. Mənim Telegram səhifəmdə, bizim bu Telegram qrupda oruç barəsində mənim 3-dümü, 4-dümü dərsim var. Ona qulaq assaz yaxşı olar. Mən çoxlarınız buradan qulaq asmışsınız. Mən biləm ki, orada bir dünya var. Orada bir dünya açılacaq sənə. Onu gördə qulaq assaz yaxşıdır. Bugünkü bizim mövzumuz davam edir ki, özünə qayıt. Yəni, günahkar oğul özünə gəlib dedi. Durum, gedim atamın yanına. Onun atasının yanına gələndən sonra əyninə xalat geyindirilməyi, barmağına üzül taxılmağı, başına tac qoyulmağı, kökəldilmiş dananın kəsilməyi, hamısı o özünə gələndə baş vermişdir. Bura gələndən sonra yox, orada uca olar baş vermişdir. Sən özünə gələndə hər şey artıq sənin üçün hazır olur. Və onun üçün də mən deyirəm ki, göyərlərə qalxmaq, yəni İsa Məsih deyir ki, mən sizi özümdə dirildib göylərə oturtdum. Efeslər 2:6. Biz artıq göylərdəyik. Biz artıq səma hər şeyin üzərindəyik. Göyə qalxmaq, özünə gəlmək deməkdir. Yəni, evə qayıtmaq deməkdir. Beləliklə, günahkar oğul yolunu azaraq, amma yolunu azmağına baxmayaraq, göylərdən doğulan oğul olaraq qalır. O günah etməyinə baxmayaraq, biz başa düşdük ki, günahkar oğul, günah edir, Allaha qarşı gəlirdi ki, ata məni bağışla, mən göylərə və sənə qarşı günah etmişəm. Və indi mən sizə izah edəcəm, nə demək istəyir deyəndə ki, mən göylərə və Allah, ata, sənə qarşı. Ata, sənə qarşı günah etmişəmi biz bildik. Bəs göylərə qarşı günah etmişəm, bu nə deməkdir? Bunu eşitmişsiniz, mən bilirəm, hamınız həmcə deyirlər. Amma heç kim elə izah vermir ki, mən özüm eşitməmişəm belə bir izah. Göylər nədir? Göylərə qarşı sən necə günah edə bilərsən? Və bir günləri mən inanam ki, sənə bu açılacaqdır, sən biləcəksən. Mən bunu sənə öyrədəcəm. Və deməli, günahkar oğul yolunu azaraq, göylərdən doğulan oğul olmağı dayandırmadı. Getdi, avaralandı. Bir anda amma özünə gəldi. Belə yazılıb ki, özünə gəlib dedi. Yazılıb ki, özünə gəldi. Çünki siz də özünüzə gələn kimi atanızın evinə qayıtdınız.
Və təkcə atanın evinə qayıtmadınız. Siz atanın evinə qayıtdığınız zaman səlahiyyət üçün məs olundunuz. Səlahiyyət üçün, ağalıq üçün, evdə oğulluq, şahlıq, idarəçilik üçün məs olundunuz. Çünki üzərinizə yazılır ki, müqəddəs ruh enəcək, cinləri qovacaqsınız, xəstələri sağaldacaqsınız, ölüləri dirildəcəksiniz. Evə qayıdış, bu səlahiyyətlərlə məs olmaq deməkdir. Məni yaxşı anlayırsan? İndi özü anlayırsan mı? Məni yaxşı anlayırsansa deməli özü anlayırsan. İndi özü anlayırsan səninlə nə baş verib? Yəni, biz bilirik ki, evə gələndə barmağına üzük taxıldı. Oğlun barmağına üzük taxıldı. Yəni, sizin üzərinizə müqəddəs ruh enəndə, yəni ruhla vəftiz oldunuz. Yəni, barmağınızdakı bir üzük kimi deməkdir. Elə bil barmağınıza üzük taxıldı. Sizə ağalıq verildi, sizə evdə hakimiyyət verildi. Bu, sənin atanın evindəki səlahiyyətindir. Bu, atanın evindəki öz səlahiyyətidir, sənə verdi. Ona görə də deyirəm ki, günahkar oğul haqqında məsələni yaxşı öyrənin, araşdırın, yerini deyəcəm indi, Luka 15-ci fəsildədir. Və yenidən doğulmaqla bağlı suallarınız, sən günahkar oğul məsələni araşdıranda, yenidən doğulma ilə bağlı suallarınız, hamımızın gəlmək istədiyi yer, əvvəlcədən mövcudluq barədə suallarımız yox olacaq ki, biz əvvəl hardaydik, necəydik, hər şey sən açılacaq. Sən fikirləşməyəcəksən ki, sən təsadüf nəticəsində bu dünyadasın. Sən fikirləşməyəcəksən ki, sən 1969-cu ildə doğulmuşsan onda. Sən anlayacaqsan ki, sən heç vaxt doğulmamısan, sən nə qədər Allah var, sən o qədər var olmuşsan. Və varsan və var olacaqsan. Çünki Allah nə əvvəli, nə axırı olmadığı kimi, sən də əvvəllər Allahda olduğu kimi, yəni anlayırsan məni, sənin başlanğıc nöqtən yoxdur. Sənin nəsil şəcərə, hara gedir, çıxır, kəlamda yazılıbdır. İsa aydın və açıq şəkildə dedi, kim orada olmasa, heç kim göyə qalxa bilməz. Göydə, nə deməkdir bu? İsa nə üçün deyir ki, orada kim olmasa, ora qayıda bilməz. Göylərdə olmayan adam ora çıxa bilməz. Göydə ancaq, qulaq as, göydən enmiş, göydə olan oğuldan başqa heç kim ola bilməz. Bu deməkdir ki, sən yalnız ancaq haradan gəlmisənsə, orada qayıda bilərsən, başqa heç ara. Sən əgər ölümlə razılaşıb belə, bugün kilsələrin təbliğ etdiyi kimi, ölümlə razılaşıb belə, ölsən belə və səni aparıb torpağa basırsalar belə, sən göylərə düşəcəksən, mümkün deyil. Sadəcə bədənini verəcəksən torpağa. İsa Məsih dedi ki, heç kim məndən bədənimi ala bilməz. Mən onu özüm verirəm ki, sonra da geri özümə götürüm. İsa bilirdi ki, o onundur. O heç kimə aid deyil, nə torpağa aid deyil, nə Elşənə aid deyil, nə ki, onun özünə aiddir. Sənin də bədənini Həvari Paveli nə verdiler? Döydülər, ölmüş bilib şəhərdən çölə atdılar. Həvari Paveldən nə baş verdi? İstəyirəm mənə baxasınız ki, Həvari Paveldən nə baş verdi? Həvari Paveli döydülər, ölmüş bilib çölə atdılar. Sir sifəti də cırıq-cırıq hər yeri. Həvari Pavel Terminator kinosuna baxmışsınızsa, orada bir epizod var. Terminatoru vururlar, Terminatorun parasını Gran Tomyot aparır. Terminator belə eləyir. Və Həvari Paveldən bu baş verdi. Çünki o vəziyyətdə səhər durub kilsədə təbliğ edə bilməzdi, məbəddə təbliğ edə bilməzdi. Orada ona reanimasiya lazım idi. Bir ay ona təpitmə qoymalıydılar. Bir ay onu sarmalıydılar. O isə səhərçi günü durub onunla nə baş verdi? Ani surətdə şəfa baş verdi. Ani surətdə yenilənmə baş verdi. Elə bir ölmüşdü, belə oldu. Mən sənə deyirəm, bunu eşidirsən, sənin bütün xəstəliklərin belə yox olub.
Sənin bütün problemlərin belə yox olub, ani olaraq. Ona görə də sən haradan gəlmişsənsə, ancaq ora qayıda bilərsən. Əgər göylərdən olduğunu bilirsənsə, əgər onun üçün mən bayaqlarım sənə tema verirdim ki, sən biləsən, sən kimsən? Və onun üçün mən sənə kəlam yeri göstərirdim ki, sən artıq göylərdəsən, sən göylərdən gəlmişdin. Sadəcə yolu azmışdın. Bugün sən yenidən qayıtmışsan, sən evdəsən. Ona görə də göylərdən doğulduğunu bilirsənsə, bilin ki, göylərdə işləmək, sən göylərdən doğulduğunu biləndə, göylərdə işləmək, yaşamaq sənin üçün çox asan olacaq. Və bu sənə kömək edəcək ki, sən göylərdə hərəkət edə biləsən. Sən sadəcə göylərə qarşı günah işlətmişsən, heç nə eləməmsən. Səhv bir şey etmişsən sadəcə, başqa heç nə. Sən oğulluğu, qızlığı dayandırmamışsan. Və ona görə də sizə deyirəm ki, özünüzdə olmaq, evdə olmaqdır. Özünə qayıtmaq, evə qayıtmaqdır. Və mən inanıram ki, sonunda bu şəkil tam sənə açılacaq, mənim sənə izah etmək istədiyim. Əgər sən evdə olmaq üçün bir yerə getməli olduğunu düşünürsənsə ki, mən evdə olmaq üçün arasa getməliyəm, sən evdə olmağı ölüb göylərə qalxmaqla bərabərləşdirməli deyilsən. Sən, çünki kilsə ən yaxşı halda kilsə təlimi insanın ölümünü evə qayıtmaq kimi ifadə etdi bu 2000 ildə. Mən isə bugün sənə deyirəm ki, Ata Allah evdən getməyi ölüm, evə qayıtmağı isə həyat adlandırdı. Bu bombadır, bomba! Ata torpağa girməyi ölüm adlandırmadı. O dedi, ölmüşdü, dirildi, itmişdi, tapıldı. Mən özümdən heç nə qoşmuram. Mən kəlamı deyirəm. Yenə sənə istəyirəm ki, açılsın gözlərin ki, kilsə təlimində, Amerikada hətta belə kilsələr qəbristanlıq gedib götürüblər ki, ölənləri bura bastıraq. İsa qəbristanlıqları bağlayıb, qəbristanlıqları yox eləyib, xəstələri yox eləyib, bunlar isə təzdən qəbristanlıq salırlar. Çünki Yahya dedi ki, mən göylərdə qəbristanlıq görmədim. Mən göylərdə heç nə görmədim. Mən göylərdə yeni yer, yeni göyləri gördüm. Ona görə də sən evdə olmaq üçün bir yerə getməli olduğunu düşünürsənsə, yəni sən bunu göyə qalxmaq ilə bənzətməyə əməl etməlisən. Çünki köhnə əhdin insanları həmişə göyə qalxmağın uçuş olduğunu düşünməsi adi bir hal idi. Onlar deyir ki, sən uçuş göylərə düşsəsən, sən uçuş göylərə getsəsən və buna nümunə olaraq onlar İlyası göstərirdilər, onlar Xanoxu misal göstərirdilər, onlar İsa'nın da göyə qalxdığını gördülər. Amma bu, izzətli bədənin imkanlarından biri olan yüksəlmə vəziyyəti idi. Allahın izzətli bədəninin imkanlarından biri göylərə qalxmaqdır. Səmavi səltənətə sənin bədəninin bu imkanı var. Kebab yemək imkanı olduğun kimi, özünə bəzək düzək vermək imkanı olduğun kimi, yaxşı fikirləşib maşın almaq imkanı olduğun kimi, qəşəng ev titirmək imkanı olduğun kimi, sənin yüksəlmək imkanın var, ölməmək imkanın var. Bu sənə Məsihdən, atandan gəlir. Başa düşürsən? Çünki İsa'nın göylərə qalxması, bu göylərə qalxma ilə dirilmə arasında baş verdi. Levitasiya, yəni göylərə qalxdı. O şagirdlərə göründü. İsa yaxınlaşıb onlara dedi, göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdir. İndi bu səlahiyyət səndədir. Yəni bu nə deməkdir? Yəni mənə göydə və yerdə hər cür güc verildi. Yəni o güclə o artıq yüksəldi və o başqa bir şəkildə yüksəldi. Ona görə də göyə qalxmaq və yaxud biz dua edəndə mən inanıram ki, bəziləri gördünüz sizdəki işığı və göyə qalxmanı. Göyə qalxmaq bu özünə gəlmək deməkdir. Çünki xahiş edirəm, diqqətli ol.
göyə qalxmaq özünə gəlmək deməkdir. Bax, İsa bunu dilə gətirərək dedi. Bax, qulaq as buna. İsa dedi ki, mən qapıyam. Mən içəri girib çıxıram. Qapı mənəm. Yəni, mən özümə gəlmək üçün yaxşı diqqətlən mənə, yaxşı diqqətlən. Bununla İsa mən qapıyam deməklə, bu onu deyirdi ki, yəni mən özümə gəlmək üçün qapı olan özümdən daxil olmalıyam, özümə qayıtmalıyam. Çünki qapı mənəm, bugün qapı sənsən. Sən göylərə daxil olmaq üçün özünə qayıtmalısan, özündən daxil ola bilərsən göylərə. Çünki göylər, səmavi səltənət sənin daxilindədir. Və heç vaxt sənin qulaqların bu sözü eşitməyib. Və bugün bu sözləri eşidir sənin qulaqların. Yəni İsa Məsih bununla deyir ki, mənim heç bir başqa qapıya ehtiyacım yoxdur. Giriş mənəm, çıxış mənəm. Mən özümə qayıtdım. Və sən də mən özümə qayıtdım deyə bilərsən. Dinən, mən özümə qayıtdım. Və özümdən daxil oldum. Özümdən keçdim. Dinən. Və budur, göylərdəyəm. Dinən, mən göylərdəyəm. Mən göylərdəyəm dinən. Qapı mənəm, başqa qapı yoxdur. Bununla İsa bunu öyrədirdi. Bunu deyirdi ki, mən qapıyam demək, o deməkdir ki, mən özümdən göylərə daxil, özümə qayıtmalıyam. Çünki Yahya 14-cü fəsil 6-cı ayədə İsa deyir, mənim vasitəm olmadan, indi mənim arxamca dinən, mənim vasitəm olmadan heç kim atanın yanına gələ bilməz, mən özüm belə. Sən özün vasitəsilə atanın yanına gəlirsən, məni başa düşürsən, qardaş, bacı. Halleluya. Qapı sənsən, başa düşürsən. Həmişə bizi qapını göylərdə göstəriblər, İsa qapıdır bizə. Ay ki, İsa məndədir. O qapı artıq sənsən, sən özünə qayıdaraq göylərə daxil olursan. Çünki səmavi səltənət sənin daxilindədir. Mənim vasitəm olmadan heç kim atanın yanına gələ bilməz. Bu nə deməkdir? Yəni, ancaq oğul vasitəsilə sən atanın yanına gələ bilərsən. Oğul isə kimdir? Nə deyir oğul? Bədən. Ata ruhdur, oğul bədəndir. Sənin bədənin oğuldur, içindəki ruh atadır. Bunlar görüşdülər. Kəlamda nə deyilir? Deyir ki, Allah nə deyir? Ruhdur. Allah ruhdur. Oğul nə cismində gəldi, nə şəkildə gəldi yer üzərinə? Bədən şəklində, bədən cismində, bədən formasında. Ata, oğul. Yəni sən artıq bədənin oğuldur. Ancaq bu o deməkdir ki, İsa deyəndə ki, mənim vasitəm olmadan heç kim atanın yanına gələ bilməz. O deməkdir ki, sən ancaq oğul vasitəsilə, yəni sənsən oğul. Var burada oğul, əlini qaldırsın. Deməli, nə deyir, mənim ancaq oğul vasitəsilə sən Allaha çata bilərsən. Sən ancaq onunla, sən özün vasitənlə Allaha düşə bilərsən. Diqqətlə qulaq as. Heç arada Allahı axtarma. Ümumiyyətlə onu axtarma. Dayandır axtarışı. Sən nəyi? Adam o şeyi axtarar ki, o şey yoxudur. Adam o şeyi axtarar ki, o şeyi itirib. Sən oğulsan, sən evə gəlmirsən, sən nə axtarırsan? Sən qucaqla atanı, qoy bədənin içindəki ruhu qucaqlasın. Çünki içindəki ruh olan atan sənin bədənini qucaqlayır daim. Bəzən də bunu hiss edirsən. Tüylərin biz olur. Ruslar demişkən, muraşka pakozu. Diqqətli olmağını istəyirəm indi. Ümumiyyətlə sən diqqətli olmalısan göylərə. Mən inanıram ki, sən inanırsan ki, indi sənin üçün göylər danışır. Mən sənin daxilini danışıram. Mən sənin içini danışıram. Çünki mən özümü danışıram.
Mən özümdə baş verəni danışıram. Ona görə sən məni gözəl anlayırsan, gözəl başa düşürsən. Çünki mən nağıl danışmıram, mən hardasa gedib kimdənsə əzbərlədiyim nəysə danışmıram. Mən özüm indi yaşadığım anı sənə danışıram. Və onun üçün də diqqətli olmağını istəyirəm ki, bu cümləni yaxşı eşidəsən və bu cümləni yaxşı qəbul edəsən və bu cümlə ilə yaxşı qidalanasan. Deyirəm cümləni. Əgər öz daxilin vasitəsilə ataya gəlməsən, sən heç arada ataya gələ bilməzsən. Sən öz daxilin vasitəsilə Allaha gəlməsən, sən öz daxilin vasitəsilə Allaha düşməsən, Allahla görüşməsən, sən öz daxilin vasitəsilə Allahla ünsiyyətə başlamasan, sən heç arada onunla nə görüşə bilməzsən, nə kilsədə, nə Yeruşalimdə, nə İsraildə, nə heç arada. Onunla sənin görüş yerin sənin daxilindədir. Qapı sənsən. Ev sənsən. Bizi çox öyrədiblər. Bizi çox öyrədiblər düşüncələrimizi, fikirlərimizi özümüzdən ayırmağa. Bədən lazımsız şeydir. Güya ölsə nə olar, güya çürüsə nə olar, heç nə olmaz, belə şeylər. Xeyr! Bədən izzətlənib. Denəm, mənim bədənim izzətlidir. Mənim bədənim izzətlidir. Bədən nə denən ki, bədənim. Sən izzətli olmasan, Allah səndə bir saniyə də yaşamaz. Denən, sən ona görə izzətlisən ki, o səni izzətli edib, özü yaşaması üçün. Öz bədəninə denən və elə ki, qoy kletkaların bunu hiss eləsin, başa düşürsən, sadəcə külək kimi demə. Sonra mənim bu təbliğimə təkrarən qulaq asarsan, külək kimi demə ki, bədənim. Ona görə bir də təkrar edirəm, əgər öz daxilin vasitəsilə sən ataya gələ bilmirsənsə, sən heç arada ataya gələ bilməzsən. Və əgər sən Məsih mənim içimdədir deyirsənsə, əgər deyirsənsə, deməli Məsih səndədir. Bu həqiqətdir. Ona görə də sənə özünə qayıtmaq lazımdır. Çünki sən özünə gəlmədən, çünki sən evə gəlmədən səmavi şeyləri gələ bilməzsən, səmavi şeyləri görə bilməzsən. Çünki səmavi şeylər sənin daxilindədir. Ki, sənin daxilində o bina, daşlı binanın daxilində deyil, səndədir hamısı. İndi mənim arxamca özünə denən, özünə denən, özünə qayıt. Bunu elə denən ki, qoy, başının tükündən tutmuş ayağının altına kimi bütün kletkalarını eşitsin. Necə ki, mən sənə deyirəm, sən məni eşitdiyin kimi, indi qoy ağzından çıxan söz, fikir, sənin kletkalarına çatsın və sən bunu hiss elə. Siz mənim burada Ağdaşda indi danışdıqlarımı eşidib hiss etdiyiniz kimi, qoy ağzınızdan çıxan sözü bədəniniz hiss eləsin. Denən özünə qayıt. Evə qayıt. Denən evə qayıt. Çünki evə qayıtmasan, səmavi şeyləri görə bilməzsən. Beləliklə biz anladıq ki, əziz qardaşım və bacım, biz anladıq ki, özünə qayıtmaq, bu evə qayıtmaqdır. Amma bunun üçün hər şeydən çox günahkar olan baş, bizdə düşüncə günahkar deyil, biz günahkar deyilik. Bizə düşüncəni səpiblər ki, sən günahkarsan, mən Allahın oğluyam, sadəcə günah eləmişəm, mən günahkar deyiləm, mən fil deyiləm, mən dəvə deyiləm, mən günahkar deyiləm. Nəyə görə fil dəvəni misal çəkirəm? Filə deyirsən fil deməli o fildir, fildən doğulub. Dəvəyə deyirsən dəvə çünki o dəvədir, dəvədən doğulub. Adama deyəndə ki, sən günahkarsan, bu deməkdir ki, o günahkardır, günahdan doğulub. Sən isə günahdan doğulmamışsan, axı, sən Allahdan doğulmuşsan. Ona görə də hər şeydən çox günahkar olan bu fikir baş öz daxilində yaşamaq istəmir. Bu baş istəmir burada yaşasın. Mən isə görsən sizi ora yönləndirəm ki, oradadır, hər şey səndədir. Başlanğıc və son sənsən. Sənsiz heç nə başlamır, sənsiz heç nə qutarmır.
Güneş havaya yere bugün çıkmayıp, sana göre çıkıp. Günahkar olan baş öz daxilində yaşamaq istəmir. O qonşunun yanında yaşamaq istəyir, qonşunun fikirləriyle. O sabahda yaşamaq istəyir. Ama sabah yoktur, biz bilir ki indi ve bugün var. O dünəndə bu fikirlər dünəndə yaşamaq istəyir. Gedir dünənki qəzəbi hissəni kimsə haradasa nəsə olmuşdu, orada yaşayır. O gedir ahirette yaşayır, yani torpağın altında fikir edir ki, mən ha vaxtsa öləcəm, torpağın altına düşəcəm. O yerin altında yaşamak istəyir. O ölmək istəyir. Ancaq bu, ona görə də mən sənin ölmək haqqında bütün məlumatlarını sıfıra endirirəm bu günlərim İsa Məsihin ismiyle. Başda özün özünə deməyə, təlqin etməyə ki, mən ölməzəm. Axı Məsih ölür, diriləcəkdirsə və mən də öləcəkdimsə və dirilməyəcəkdimsə və nəyə görə Məsih öldü? Məsih ona görə öldü və dirildi ki, sən payını ölüb tutardın. O deyir axı ki, siz Məsihdə artıq ölmüşsünüz. İndi mənimlə əbədiyyatda yaşayırsınız. Padşahlıqda ağalıq edirsiniz. Ona görə də hər şeydən çox olan günahkar ağıl hətta qurtların bədəni ilə qidalandırmağına razıdır ki, mənim bədənim qurtları qidalandıracaq qəbrə qoyanda. Likvi ancaq öz-özündə yaşamasın. O istəmir bunu. O öz daxilində, ağıl öz daxilində oturmağın, öz daxilində yaşamağın heç bir mənasını görmür. Ona görə onlar çıxırlar, gedirlər, qonşuları gəzirlər, nə bilim planetləri gəzirlər, başqa torpaqlarda gəzirlər, hansısa dinlərdə, cürbəcür dinlərdə gəzirlər. Haradasa gəzirlər, o kilsəyə gəlirlər, bu kilsəyə gəlirlər, kilsə bir dənədir. Əgər sən kilsəsənsə, sənin Bakıda olan 35 kilsə biri-birindən düşmənçilik edir. Biri-birindən yola getmir. Çünkü heç biri özüne gelmeyip. Ve ona göre de bugün hislenirler mənə ki, sen özüne Allah deyirsən, deyirəm, mən deyirəm. Kəlam deyir ki, İsa deyir ki, mən sizə deyirəm, Allahlarsınız. Allah öz kəlamını gönderdiği adamlara, kəlam deyir ki, Allah öz kəlamını gönderdiği adamlara Allahlarsınız deyir. Allah sana kəlam gönderir, sana Allahsan deyir. Sen hiç sözün özüne Allah'ım diyebilmirsen. Dünyada en büyük günah, en büyük məğlubiyyət, en büyük səhv özünü Allah kimi görməməkdir. Şeytanın da fikri budur ki, sen özünü her şey kimi görəsən, bircə Allah kimi görməyəsən. Axı sen Allah'tan doğulmusan, sen ilahdan doğulmusan, sen ilahsan axı. Sen başka şey olabilmezsen axı. Ona göre de bil, sana şad xəbərim var, sen özüne gelmişsən. Özüne gelmek, eve gelmektir. Ev, bu sensen. Ev, bu sensen. Bak, bu özünü dərk etme demektir. Evin sen olmasını bilmək, özünü dərk etmə deməkdir, özünə qayıtma deməkdir. Ölülər yığıncağı da var. Bəli, bunlar, bu ölülər yığıncağı, görün kimlərdir? Görün kimlərdir ölülər yığıncağı? Bunlar, ölülər yığıncağı olanlar, Tanrı olub, yəni Allah olub. Diqqətlə qulaq as, xahiş edirəm. Diqqətimə yönət. Ölülər yığıncağı kimdir? Bunlar Tanrı olub, lakin insan kimi ölən, göydən Allahın oğulları olan günahkar uşaqlardılar. Amma ölülər yığıncağına gedib giriblər. Zəbur 82-ci fəsil, 6-cı və 7-ci ayədə deyir. Demişəm, siz Allahlarsınız. Hər biriniz haqtala evlatlarsınız. Lakin insan kimi öləcəksiniz. Çünki özünüzü Allah gibi görmürsünüz. Dalından deyir ki, adi bir hökümdar kimi torpağa düşeceksiniz. Çünki özünüzü Allah gibi görmürsünüz. Ölüler yığıncağında olmak o demek değil ki Allah'ın oğlu değilsen, Allah'ın kızı değilsen. Ölüler yığıncağında olanlar, bunlar Tanrı olan, Allah olan,
Tanrı olan, lakin insan kimi ölən, göydən Allahın oğulları olan günahkar uşaqlardır sadəcə. Bir də oxuyuram, Zəbur 82-ci fəsil 6-cı və 7-ci ayəni. Demişəm, siz Allahlarsınız. Hər biriniz Hak Taala evlatlarsınız. Hər biriniz Allahın evladısı. Evlad nə deməkdir? Sən ondan doğulmusan. Sən onunsan, osan. Lakin 7-ci ayədə deyir, insan kimi öləcəksiniz. Adi bir hökümdar kimi torpağa düşəcəksiniz. Və beləliklə sizə demək istəyirəm ki, siz evə qayıdarkən özünüzə qayıtmış olursunuz. Çünki yazılıb ki, özümə gəldim və evə gedəcəyəm dedi. Günahkar oğul məsələndə yazılıb. Luka 15-ci fəsil 17-ci, 18-ci ayəni oxuyacaq. Onda oğlan özünə gəlib dedi, mən istəyirəm ki, sən bu vəziyyəti bugün yaşayasan. Sən yada düşəsən, sən ha vaxt özəyə gəlmişsən. Sən artıq göylərdəsən, ha. Amma sadəcə yada salasan. Onda oğlan özünə gəlib dedi, özünə gəlmək, o özünə gəlib gör nə dedi? Atamın özünə gəlmək, ata, onun evi, onun evində baş verənlər barəsində düşünmək deməkdir. Kimin oğlu və qızı olmağı düşünmək deməkdir. Artıq çıxdığın yer barəsində düşünmək deməkdir. Özünə gəlmək, evə qayıtmaq deməkdir. Onda oğlan özünə gəlib dedi, atamın nə qədər muzlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm. 18-ci aya durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm, ata, mən göyə və sənə qarşı günah etdim. Və mən bayaq demişdim ki, ata, mən göyə və sənə qarşı günah etdim sözünün, göyə, ataya qarşı günah etdiyimi bilirik. Göyə qarşı günah etdiyim sözümü deyəndə göy nə deməkdir və göyə qarşı nə günah edilib, o barədə sizə deyəcəm. Deyir ki, ata, burada iki yer barəsində xəbər verir. Deyir ki, ata, mən göyə və sənə qarşı günah etdim. Atanı bildik, ata Allahdır. Mən evə qarşı günah etdim, yəni özümə qarşı günah etdim, ev mənəm. Bax, buna görə də deyir ki, ata, mən göyə və sənə qarşı günah etdim. Heç vaxt bizə izah etməyiblər, göy kimdir, göylər haradır, göylər sənsən, ev sənsən. Ata, mən göyə və qarşı günah etdim. Yəni, ata, mən sənə, qulaq as, diqqətlə, yəni, ata, mən göyə və yerə qarşı, göyə və sənə qarşı günah etdim. Yəni, ata, mən sənə və özümə qarşı günah etdim. Çünki göylər sənsən və sən Allahın evisən. Göylər sənsən. Allah göyə qayıdıb, evə qayıdıb, yəni sənə qayıdıb, sən ona qayıtmışsan. Çünki əvvəlcə oğul özünə gəldi, sonra evə getdi. Özünə gəlmək, evə gəlməkdir. Çünki ev sənsən. Getdi sözü, özünə gəldi, evə getdi. Getdi sözü nə deməkdir? Dərk etmək deməkdir. Başladı dərk etməyə. Getdi, yəni başladı düşünməyə, dərk etməyə başladı. Çünki o özünə gələndə, o yəni evə gələndə o praktiki olaraq özünü evdə tapdı. Çünki niyə özünü evdə tapdı? Çünki düşünməyə başladı. Sən ki düşünməyə başladın göylər haqqında, çıxdığın yer haqqında, hardan gəlmişsənsə ora haqqında, sən avtomatik gəlib evə düşdün. Özünə gələndə praktik olaraq özünü evdə tapmaq. Çünki sən düşünməyə başladın ki, atamın yanındayam, bolluk atamın yanındadır, mən isə buradayam. Sən başa düşdün ki, sən artıq bolluqdasan. Sən evdə, orada bolluq olduğunu necə başa düşdün? Sən necə başa düşə bilərsən ki, atanın yanında bolluqdur? Sən necə başa düşə bilərsən ki, atada çoxdur? Bunun üçün özünə gəlmək lazımdır. Özünə gəlmək, bolluğun olduğunu dəqiq bilmək deməkdir. Sən dəqiq bilirsənsə ki, bolluq atanın yanındadır, deməli sən özünə gəlmişsən
Burada multfilm, kino yoxdur. Burada həqiqət var, burada açıqdır. 200 gecələr 2-4'dür. Özünə gəlmək, sən demə, evə gəlmək, bolluğun olduğunu dəqiq bilməkdir ki, bolluq atadadır, onun evindədir. Və sonra sən addım-addım ata sevgisini öyrəndin. Sən atanın sevgisini öyrəndin. Sən atanın gücünü öyrəndin. Daha mən səlahiyyət verilim, mən dua edəcəm, mən dua ölü diriləcək, xəstə sağalacaq, şəfa alacaq. Sən gücü öyrəndin. Sən başa düşdün ki, atanın sevgisi evdədir, bolluq, sevgi bolluğu evdədir. Güc, səlahiyyət bolluğu evdədir. Və ən əsası nə evdədir? Qələbə evdədir, zəfər evdədir, ölməməzlik evdədir. Ölümün üzərində hakimiyyət, ölümə qalib gəlmək evdədir. Çünki sən evə qaydanda, sən özünə qaydanda, sənin özünə gəliş biliyin, səni dərhal bolluqda, səni dərhal şənlikdə, səni dərhal atanın sevgisində, qeyri-şərtsiz qəbulda tapacaqsan özünü. Sən ancaq özünə qaydanda, evə qaydanda anlayacaqsan ki, şənlik məndədir elə, o məndədir, atanın sevgisi məndədir, o sevgini harasa göyə, ayın, ulduzun dalına yerləşdirməyib. Necə ki, kilsələrdə öyrədirlər, əlləri qaldır göylərdən işte, o sevgini yığışdırıb, topalayıb, yerləşdirib mənə, məndədir sevgi, məndədir həyat, məndədir qeyri-şərtsiz qəbulluq, məndədir qeyri-şərtsiz məhəbbət, o məni qeyri-şərtsiz qəbul edib, hər şey məndədir, mənsiz heç də yoxdur. Ola bilər daha indi sual vermək istəyirəm ki, ola bilər ki, deyərsən ki, bəs axı, mən atamın sevgisini hiss etmirəmsə necə? Mən atamın gücünü hiss etmirəmsə necə? Mən atamın bolluğunu hiss etmirəmsə necə? Əgər sən bunları hiss etmirsənsə, sən sadəcə özünə gəlməmsən. Sən sadəcə evə qayıtmamısan. Sən evə qayıtdığınla bunu görəcəksən. Çünki günahkar oğul özünə gələndə o atasının onunla görüşmək üçün qaçdığını gördü. O atanın onun üzərinə necə tullandığını gördü. O atasının onun üçün necə onun nəfəsi üçün darıxdığını gördü. Və mən sənə deyirəm, bu anı necə qaçırdın sən? Əgər sən özündəsənsə, sən əgər evdəsənsə, sən bunu necə görmədin, necə buraxdın ki, ata səni necə sevir? Ola bilər deyərsən ki, yaxşı, deməli mən indi özümdə deyiləm. Əgər evdə olduğunuzu, göydə olduğunuzu hiss etmirsinizsə, atanızın sevgisini, atanızın zəfərini, İsa Məsihin çarmıqda elədiyi zəfəri hiss etmirsinizsə, bolluğun burada olduğunu, atanın evində olduğunu hiss etmirsinizsə, sadəcə özünüzdə deyilsiniz, başqa heç nə yoxdur, qorxma, problem deyil. O demək deyil ki, sən günahkarsan, sən öləcəksən, cəhənnəmə düşəcəksən, qeyr, sadəcə sənə özünə qayıtmaq lazımdır. Və mən bunun üçün bugün buradayam ki, sənə deyim ki, özünə qayıt. Və bunu sənə öyrətmək üçün bugün buradayam ki, səni öyrədim ki, özünə qayıt. Bütün imkanların yeri, sənin bütün imkanlarının yeri, sənin bütün imkanlarından istifadə etmə yeri evdir, özünə qayıtmaqdır, özündə olmaqdır. Və mən inanam ki, biz hələ bu barədə çox danışacağıq. Və mən inanam ki, sən artıq özünə qayıtmağını artıq başlamışsan fikirləşməyə. Ola bilər, biraz çətinliklə bunu qəbul edirsən. Çünki o qədər yalan informasiyalar, yalan təbliğlər, yalan dünya, yalan televizor. Və sən yavaş-yavaş buna alışacaqsan.
Sen yavaş yavaş özünü göylərdə görəcəksən. Çünki faktı görəcəksən. Sən indi illüziyanı, yalanı görürsən ki, sən yerdəsən, sən çətinlikdəsən. Sənə özünə qayıtmaq lazımdır. Sənə özünə evə qayıtmaq lazımdır. Səndədir həyat. Gəl indi dua edək. Halleluy. Biz sənə təşəkkür edirik, ata. Biz sənə təşəkkür edirik ki, bütün imkanlarımızın olduğu yer özümüzə qayıtdığımız yerdir. Özümüzdə olduğumuz yerdir. Çünki qapı artıq bizik. Ata, sənə qapı artıq özümüzük. Biz özümüzdən girərək, özümüzdən daxil olaraq sənə düşürük, göylərə düşürük. Çünki səmavi səltənət artıq bizim daxilimizdədir. Sən səmavi səltənətdəsən, qardaşım, bacım. Sən göylərdəsən. Sən o yerlərdəsən ki, artıq oradan heç vaxtı eniş yoxdur. Artıq bədən izzətlidir. Artıq bədən xeyirdalıdır. Artıq sən göylərin idarəçisisən. İdarəçiliyi götür və idarə et. Günahkar oğul evə qayıdandan sonra necə ki idarəçiliyi özlərinə götürdü. Çünki barmağına üzük taxıldı. Bu üzüyü isə sən müqəddəs ruhla vəftiz olunmusan. Sənə səlahiyyət verilib, yerdə nəyi bağlasan göydə bağlanacaq. Yerdə nəyi açsan göydə açılacaq. Çünki artıq yer və göy yoxdur. Bunu sənə anlatmaq üçün belə deyirlər. O deyir ki, yəni sən nə eləsən elə olacaq. Çünki kəlam vasitəsilə deyir ki, o bir təqdim vasitəsilə göyləri və yerləri birləşdirdi. Artıq yoxdur o dünya. Artıq yoxdur bu dünya. Artıq oğulun dünyası var. Artıq atanın dünyası var. Artıq padşahlıq var. Artıq oğul olan İsa Məsih'in dünyası var. Artıq oğul olan sizlərin dünyası var. Siz bu dünyaları idarə edən, siz bu dünyaları yaradan, yaxşı dünya, pis dünya, hamısını yaradan sənsən. Çünki səlahiyyət sənə verilmişdir. Çünki səlahiyyət səndədir. Çünki taxtın üzərinə otuzdurulan sənsən. Çünki göylərə otuzdurulan sənsən. Çünki göylərdə olan artıq sənsən. Göylər sənə balet eləyir. Həyat səndədir. Hər şey sənə balet eləyir. Hər şey sənə həsəd aparır. Hər şey sənə həsəd aparır. Yediyin hər bir meyvə belə sevinir ki, sən onu yiyirsən. Çünki o bilir ki, sən kimsən. Çünki hər meyvə sənin ağzında öz dadını tapır. Sənin ağzın olmasa, sənin dilin olmasa meyvənin dadı bilinmir. Meyvəyə dad verən sənsən. Sənin dodaqlarındır, sənin dilindir, sənin ruhundur. Hər şeyə gözəllik verən sənin gözlərindir. Sən baxırsan, deyirsən, hər şey gözəldir. Necə ki, ata yaradanda dedi, hər şey gözəldir. Hər şey gözəldir. Və indi nəyi görürsənsə hamısına denən gözəldir. Nəyi görürsənsə çünki Allah belə görür. Sən də Allahda olan Allah olduğun üçün hər şeyə gözəl dinən, hər şeyə yaxşı dinən, hər şey dinən əladır. Hər şey öz qaydasındadır. Və mənim nəzarətimdən denən heç də çıxa bilməz. Hər şey nəzarət altındadır. Və o nəzarətçi mənəm. Artıq həyatı işlərdə iştirakçı olma. Artıq nəzarətçi ol. Artıq qırağa çəkil. Nəzarət edən ol. O çayın içində axan olma. Artıq o axında axan olma. Qıraqdan o axına nəzarət edən ol. Ona baxan ol. Çünki çay gəlib gedir. Çünki yaşam gəlib gedir. Sən isə dayanmısan. Hər şey sənə səcdə qılır. 24 ağsaqqal sənin qarşında səcdə qılır. Çünki səndədir həyat. Çünki səndədir Məsih. Çünki səndədir hər şey. Halleluya.
O sənsən. O sənsən. Ev sənsən. Və sənin özünə qayıtdığın yer sənin imkanlarının olan yeridir. Sənin imkanlarının olan yeri sənin özünə qayıtdığın yerdir, evdir. Sənin bütün imkanların oradadır. Sənin bütün imkanların səndədir. 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 İdarə elə. İdarəçilik et. Qoy dayanmasın dilin. Qoy dayanmasın düşüncən. Yaxşı şeyləri düşün və onları danış. Onları iqrar et. Kimsə eşitdiyi, eşitmədiyi ona fikir vermə. Allah dünyanı yaradanda fikirləşmirdi ki, kimsə eşitsin. O özü üçün onu yaradırdı, deyir ki, yer olsun, göy olsun, su olsun, dağ olsun, balıq olsun, kuş olsun, insan olsun. O özü üçün, özü eşitmək üçün deyirdi. Çünki özü bilirdi ki, həyat onun özündədir. Və bunu bil bu günləri ki, həyat sənin özündədir. Və dinən bu gözəllikləri iqrar et. Öyrən bu sirləri və bu gözəllikləri iqrar et. Halleluya. 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 Yaşam gözəldir. Həyat gözəldir. Və o həyata, o yaşama gözəlliyi verən sənsən. Səndədir bu yaşam. Səndədir bu gözəllik. Səndədir bu əbədiyyat. Heç vaxt qoymayıblar ki, biz özümüz barəsində belə düşünək, həqiqəti düşünək. Həmişə bizi ayırıblar ki, ancaq ondadır, o gəlməlidir, ha vaxtda. Bəlkə bir 2000 ildə gözləyən, bəlkə bir 5000 ildə gözləyən, bəlkə biz bir əbədiyyatı gözləyən. Xeyr, gözləyən o kəslərdir ki, yoxudur. Kimin varıdırsa, o gözləmir. Kimin varıdırsa, deyir ki, məndədir. Və o bu varı yaşayır. Biz gözləmə mövqeyində deyilik. Çünki kimin yoxudursa onda olan da ondan alınacaq yazılıbdır. Kimin varıdırsa, eşit məni, yazılıb ki, kimin varıdırsa ona əlavə olaraq veriləcəkdir. Və denən indi mənim varımdır, mənim evim var, mənim atam var, bolluq evdədir, mən o evəm, mənim varımdır. Gör, bunu dinən gündən içində də gör, sənə nə qədər əlavə şeylər olacaq. Özün məhdəl qalacaqsan, vəziyyət təmiz dəyişməyə başlayacaq. Denən mənim varımdır, Məsih Allahdır, o həqiqəti deyir. O deyir, kimin varıdırsa ona əlavə olaraq veriləcəkdir. Halleluya.